Rəğaib gecəsi nədir? Bunun bir əsası varmı? Deyilənə görə Rəcəb ayının ilk cümə gecəsidir ki, bu gecə Allah tərəfindən çoxlu bağışlanmağa ümid bəslənilir. Peyğəmbərə nisbət verilən bir rəvayətə əsasən bu gecə mələklər Kəbəyə enir və Allahdan Rəcəb ayında oruç tutanları bağışlamasını xahiş edirlər. Bu rəvayətdə həmçinin məğrib və işa namazlarının arasında xüsusi bir üsulla 12 rəkət namaz qılmaq tövsiyə olunub. Lakin bir dəstə şiə və sünni alimləri bu rəvayəti uydurma sayıblar. Bəzi fəqihlər isə Leylətur Rəğaibin əməllərini məqbul olacağı ümidi ilə, yəni rəca məqsədi ilə yerinə yetirməyi caiz biliblər. Leylə gecə mənasını verir. Rəğaib sözü isə rəğibənin cəmidir. Bu da arzu və meyl edilən bir şey, ha belə bol bəxşiş və hədiyyə mənasını daşıyır. Leylətur Rəğaibin rəvayətində deyilir ki, Rəcəb ayının ilk cümə axşamı günü oruç tutulur. Kimin boynunda vacib qəza orucu varsa qəzasını tutsun. Kimin boynunda heç bir qəza yoxdursa müstəhəb tutsun. Kim tuta bilmirsə eybi yox. Sadəcə namazı da qıla bilər. İndi deməli cümə axşamının məğrib və işa namazları arasında, lakin gecə yarısından əvvəl 12 rəkət namaz qılınır. Yəni deməli hər dəfə deyirəm 6 ədəd sübh namazı kimi 2 rəkət namaz qılınır. Hər 2 rəkətdə öz təşəhhüd salamı ilə. Hər bir 2 rükətin hər rəkətində bir dəfə Fatihə, 3 dəfə Qədr surəsi. Axı Qədr surəsini bilmirəm. Oxunuşunu paylaşaram, skrin edib üzündən oxuyun. Ardınca da 12 dəfə İxlas surəsi oxunur. Namazdan sonra 70 dəfə Allahümmə salli alə Muhammedin nəbiyyil ummiyyi və alə əlih deyilir. Sonra səcdəyə gedilib 70 dəfə Subbuhun, Quddusun, Rabbul mələikəti və ruh, yəni mələklərin və ruhun Rəbbi olan Allah pak və münezzəhdir deyilir. Mən bunu necə yadda saxlayayım? Kağıza yaz, gün ərzində bir neçə dəfə oxu, yadında qalacaq, çətin deyil. Bu zikir səcdə deyilir. Sonra səcdədən başını qaldırdıqdan sonra 70 dəfə Rabbi ğfir, varham və təcavəzə əmmə tə'ələm innəkə əntəllə aliyyul ə'zam. Yəni Rəbbim məni bağışla, məni rəhm et və bildiyim günahlarımdan keç, həqiqətən də sən uca və ən əzəmətlisən deyilir. Daha sonra yenidən səcdəyə get, 70 dəfə Subbuhun, Quddusun, Rabbul mələikəti və ruh bayaqda deyirsən. Bundan sonra dua edib Allahdan istədiyin hacətini diləyə bilərsən. Hər bir halda bunu deməliyik ki, bu namaz və əməlin %100 Peyğəmbərdən gəldiyinə əminliklə hökm verə bilmərik. Baxmayaraq ki, bəzi ruhanilər insanlara cürbəcür vədlər verir, bu namazı da təbliğ edirlər. Lakin yenə də ümid məqsədi ilə qılmağın bir eybi manisi yoxdur. Çünki bu namaz özü-özlüyündə Quran, sünnə və şəriət qaydaları ilə zidd deyil. Lakin sünnədən gəldiyini birbaşa olaraq təsdiq edəcək dəlilimiz də yoxdur. Sünnədən, şəxsən Peyğəmbərdən gəldiyini iddia etmək isə bidətdən başqa bir şey olmaz.